Sözü Lənkəran Mədəniyyət Mərkəzinin direktoru, həm də elə Astaradan olan, Səhvşəndindən olan dostumuz Anar Kakayevə verdim. Buyursun. Hər vaxtınız xeyir olsun. Hamınızı xoş gördük. Əziz dəyərli qonaqlar, şəhid valideynləri, qazilərimiz və ziyalılarımız. Məndən öncə natiqlər yetəri qədər poetik olaraq, istər poeziyada, istər musiqidə, bundan sonra da vəsflər olacaq. Kimsə öz əsərlərində hər zaman bu qəhrəmanlar haqqında danışacaq. Sadəcə mən 1-2 dəqiqə vaxtımızı alacağım. Ümumən tarixə nəzər yetirdikdə biz görürük ki, əsrlər boyu, illər boyu məhfur düşmənlərimiz, qonşularımız hər zaman bizim bu cənnət olan torpaqlarımıza göz dikmişlər. 90-cı illərdə ermənilər də bizim torpaqların 20%-ni işğal etdilər və nəhayət elə bir zaman gəlib çatdı ki, hansı ki, onlar vurğulayırdılar ki, artıq illər ötür, bu torpaqlara olan sevgi artıq ona Azərbaycan xalqının, millətin yaddaşından çıxıb. Amma Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasət və apardığı siyasət, cənab prezidentin davamçısı olaraq apardığı siyasət, demə biz ölkə olaraq iqtisadiyyata, ordumuza güc vermişdik və zamanı nə zaman çatacağını cənab prezidenti demişkən özü bilirdi. 2016-cı il, mən düşünürəm 2020-ci ilin özəyini, əsasını təşkil edirdi. Çünki Qığılcımın bayaq Leyla xanımla vurğuladı, əsrlər boyu torpaqlarının işğal olsa da ilk dəfə idi ki, biz aprel ayında, 2016-cı ildə aprel ayında, aprel ayının ilk günlərində biz ilk dəfə öz torpaqlarımızı azad etməyə başladıq. Yüksəkliklər, talış yüksəklikləri, elə belə deyək, bizim milli qəhrəmanımız Pəncəlinin də həmən döyüşlərdə cəsarətlə, qəhrəmancasına vuruşmuşdur. Həqiqətən bu torpaqda, bu eldə, ümumiyyətlə bölgə olaraq, ölkə olaraq qəhrəmanlar diyarıq. Mən bu diyara da bayaq söylənildi, artıq ikinci qəhrəmandır ki, Pəncəli də bu qəhrəmanlardan biri olmuşdur. Mən düşünürəm ki, burada bilavasitə ailə tərbiyəsinin, atanın, ananın, mən atasına Allah Taala rəhmət deyilirəm, anasına can sağlığı, qardaşların hamısı bütün bu genetik olaraq gəlir. Onların Pəncəli ötürdüyü bütün o sevgi, vətənpərvərlik, düşmənə nifrət və bunun bariz nümunəsi oldu ki, Pəncəli aprel döyüşlərində tarix yazdı. 2020-ci il artıq biz belə deyək 44 gün ərzində tam vahid Azərbaycanı formalaşdırdılar bizim əskərlərimiz, bizim zabitlərimiz, bizim şəhidlərimiz, onların qanı bahasına. Belə deyək ki, aprel döyüşlərində şəhid olanların qanları yerdə qalmadı. 2020-ci ildə biz vahid suveren Azərbaycanda belə deyək formalaşdıra bildilər. Çox şükürlər olsun ki, hər zaman bu cümləmi söyləyirəm ki, mavi rəngi sevirəm mən. Düşünürəm ki, bugün masmavi səmalar Azərbaycanın coğrafi mövqeyindən buludlar əsla əski olmasın. Qara buludlar bir mənalı olaraq xalqımızdan uzağa getsin. 7 noyabr, ümumiyyətlə noyabr ayı bayramlar ayıdır mənim fikrimcə. Zəfər ayıdır. Zaten bir tarix də 7 noyabr əlavə olundu. Mən bu münasibətlə bütün Pəncəli sevənləri və özüm də bu torpağın məhz belə deyək ki, açıq desəm, məhz bu Siyakü deyəndə Qafar müəllimən atam uzun illər Mutlətəf kəndində müəllim işləyib və mənim özəyim burada qoydu. Mən bu torpağın oğluyam, belə deyək, əsası desək. Bu münasibətlə bütün Pəncəli sevərləri təbrik edirəm. Minnətdaram, var olsunlar, belə analar var olsunlar, belə elimiz, belə oğullarımız. Təşəkkür edirəm diqqətinizə görə. Çox sağ olun.